Gəlin Qarabağın 8 il əvvəl Çempionlar Liqasında yazdığı o tarixi ana qısaca nəzər salaq. Söhbət nədən gedir? Həmin o 18 oktyabr 2017-dən Qarabağın UEFA Çempionlar Liqasında, yəni Avropanın zirvəsində ilk halını qazanıb tarix yazdığı gündən. Bu bilirsiniz, təkcə klub üçün yox, bütün Azərbaycan futbolu üçün çox böyük hadisə idi. Beləliklə, əsas məqamlar hansılardır? Birincisi, xatırlayırsınız, düz 8 il əvvəl, bax elə bugün, Qarabağ Bakıda İspaniya nəhəngi Madrid Atletikosu ilə 0-0 oynayıb Çempionlar Liqasındakı ilk halını aldı. Özdə necə? Oyunun son 15 dəqiqəsini Dino Dlovu qırmızı alandan sonra 10 nəfərlə keçirmişdilər və qrupda asan deyil, daha rəqiblər Chelsea ilə Roma idi. İkincisi, o debüt mövsümündə komanda cəmi 2 xal yığdı və maraqlıdır ki, hər ikisini də elə Atletikodan aldılar. Bakıda 0-0, sonra Madriddə də 1-1. Yadımdadır, qolu da İspaniyalı Michel Madeira vurmuşdu. Təsəvvür eləyin, o tarixi heyətdən indi komandada təkcə Bədavi Hüseynovla Ramil Şeydayev qalıb. Və nəhayət üçüncüsü, 8 il irəli gedək. İndi bu mövsüm 2025-26, Qarabağ yenə Çempionlar Liqasındadır və əla başlayıb, elə deyilmi? İlk 2 oyundan 6 xal. Növbəti oyun da oktyabrın 22-sində səfərdə başqa bir İspaniya klubu Atletik Bilbao ilə olacaq. Deməli, bax, o tarixi heç-heçə Qarabağın Avropa səhnəsindəki böyük yürüşünün vacib bir addımı idi. Bugünkü uğurların bünövrəsini qoymuşdu.